Mənim bu arada yaşadığım ərazi Zaksen əyaləti gedir. Türklərin Saksoniya dediyi. Nasıl ki, ən böyük şəhərləri Dresden və Leipzig və paytaxtı da Dresden kimi sayılır. Almaniyanın şərqində olan bir əyalətdir. Yəni köhnə DDR dedikləri. Federativ Almaniya yox da digər. Ruslara daha meyilli olan bir tərəfdə hətta deyərdim. Və sözün açığı, buradakı insanlarda bizim millət fasondur, bir balaca. Xüsusən köhnə nəsil. Məsələn, böyük-kiçik bilərlər, hörmət bilərlər. Nə bilim, bu formada çox hörmət edirlər bir-birlərinə. Yəni, böyük-kiçik o anlayışları hələ itməyib. İşləyən millətdilər, bağ, dərə, ora, bura, mütəmadi nəsə bir işlə məşğullar. Bu arada dağlıq ərazidir, burada dağ insanları deyilər. Yəni, belə deyək, Almaniyanın qərbində bu tərəfdən, xüsusən Erzgebirgis dediyim, mənim yaşadığım bu bölgədən gələn insanlar kətçi kimi baxırlar hətta. Yəni, belə sözün pis mənada çıxmasın, sadəcə uyğunlaşdırma, yəni çox yuxarıdan aşağı baxırlar hətta deyərdim. Həm danışıqları çox ləhcəli danışıqdır. Misal üçün, bu iki nəfər burada otursun, danışsın. İstəməsələr, sən Almanca bir söz belə başa düşə bilməzsən. Düşünsələr ki, biz danışmalıyıq və bu xarici biz başa düşməməlidir. Elə eləyərlər ki, iki söz belə başa düşməzsən. O dərəcə ağır bir ləhcələri var.